Paralel və perpendikulyar düz xətləri bildik. Xaricdəki nöqtədən bir dənə paralel, bir dənə perpendikulyar düz xət çəkmək olar. İndi uşaqlar, ola bilər ki, iki düz xəttin kəsişməsindən üçüncü düz xət arasındakı bucağı soruşar bizdən. İki paralel düz xətdir. Üçüncü düz xətdən kəsişdir. Burada yaranan bucaqları adlandıraq. Biz iki düz xət kəsişəndə 1, 2. 1 ilə 2 hansı bucaq deyildik? 1 ilə 2 qonşu bucaq. 1 ilə 3-ə hansı bucaq deyildik? Qarşı bucaq. 2 ilə 4-ə hansı bucaq deyildik? Qarşı bucaq. İndi burada görünür ki, ikinci düz xətlə əmələ gələn bucaqlar 5 var, 6 var, 7 var, 8 var. Uşaqlar, 4 ilə 5, 4 və 5. Şəkildən görünür ki, hər ikisi düz xətlərin daxilindədir və bir tərəfdədir. Ona deyəcək, daxili bir tərəfli bucaqlar. Daxili bir tərəfli. Bir tərəfli bucaqlar. Baxaq. Həm daxildə olsun, həm də bir tərəfdə olsun. 4 ilə 5-dir. Bir hansıdır? Bəli, 3 ilə 6-dır. Qaydamız budur ki, daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə bərabər. Yəni, bucaq 4 ilə bucaq 5-in də cəmi 180-dir. Bucaq 3 ilə bucaq 6-nın da cəmi neçədir? 180. Adlandırdıq daxili bir tərəfli bucaqlar. Düzdür? Var daxili çarpaz bucaqlar. Daxildə olsun, amma çarpaz olsun. 3 ilə 5, bəli, 6 ilə 4. Yadımızda saxlayaq ki, daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Yəni, bucaq 3 bərabərdir, bucaq 5, bucaq 4 bərabərdir, bucaq neçə? 6. Daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Daxili bir tərəfli bucaqların cəmi neçə dərəcədir? 180 dərəcəyə bərabər. Sonra uşaqlar, burada var, biri daxildə, biri xaricdə olan bucaqlar var. Bucaq 1 ilə bucaq 5. Hər ikisi eyni adlıdır. Yəni, hər ikisi itidir. Hər ikisi iti olsa və yaxud da hər ikisi kör olsa, onlar adlandıracaq uyğun bucaqlar. Uyğun bucaqlar da bir-birinə nədir? Bərabər. Yazırıq, uyğun bucaqlar, uyğun bucaqlar. Bax, 1 ilə 5-dir. Bucaq 1 ilə bucaq 5-dir. Sonra, bucaq 4 ilə bucaq 8-dir. Sonra, bucaq 6 ilə bucaq 2-dir. Bəli, bucaq 3 ilə bucaq 7-dir. Sonra hansılar var? 6 ilə 2, 3 ilə 7-ni də deyil. Oldu? Bunları bildik. İndi ola bilər xarici çarpaz bucaqlar da soruşar. Görürsünüz, xaricdə olsun, 2 ilə çarpaz hansıdır? Ümumiyyətlə, çarpaz bucaqları olanda bir-birinə bərabər. Nə zaman bu şərtlər doğrudur? 2 düz xət paralel olsun, A ilə B düz xətti bir-birinə nə olsun? Paralel olsun. Bu düz xətlər bir-birinə paralel olmasa, onlarda bu xassəni deyə bilmərik. Yaxşı? Bu qaydalar bizim üçün vacibdir. Bildiyimiz daxili bir tərəfli bucaqlar 4 ilə 5. Bax, uşaqlar, belə bir şəkil verər. Bura 2x-dir, bura məsələn 3x-dir. Dəyər x-i tapır. Bilirik ki, bu daxili bir tərəfli bucaqdır. Bəli, cəmi 180-ə bərabər x-ləri tapar. Və yaxud da bizə belə bir sual verər. Daxili bir tərəfli bucaqların fərqi 50 dərəcədir. Bunda cəmi neçədir? Bəli. Fərqi 50 dərəcədir. Alfa çıxaq beta bərabərdir. Alfa çıxaq beta bərabər 30 deyək. 30. Alfa plus beta neçə deyək? 180. Belə olan hallarda böyük bucağı soruşursa, toplayın 2-yə bölün. Kiçik bucağı soruşsa, çıxıraq yarı bölək. Kiçik bucağı soruşsa, 180-dən 30-unu çıxarıq. 150 yarısı neçə eləyir? Böyük bucağı soruşsa, 150 ilə 30-u toplayırıq.
210, yarısı 105. Və yaxud da birazdan bir sistem təhlil keçəndə bunları tərəf-tərəfə toplayanda beta mənfi, beta müsbət. 2 alfamız 210-dursa alfamız 105. Deməli, alfamız 105 isə betamız neçədir? 75 dərəcə. Yaxşımı? Sonra gəlir uşaqlar. Uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar vacibdir. Uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabərdir, ya da onların cəmi 180 dərəcə. Görürsünüz? Bax. Hər ikisi hansı bucaqdır? Ya itidir, ya da kördir. Eyni adlı olanda olarsa bərabər, bax, tərifi nətə deyirəm? Uyğun tərəfləri paralel olan bucaqlar ya bərabərdir, ya da cəmi 180. Deməli, o deyəcək ki, bizə uyğun tərəfləri paralel olan bucaqların cəmi 100 dərəcədir. Deməli, onlar bir-birinə nəymiş? Hazır cəmi 180 olsaydı, deyərdim ki, cəmi 180-dir, düzdür. Deyirəm ki, cəmi 100 dərəcədir. Onda bərabər olur. Eyni adlı olarsa bərabər, yəni hər ikisi 2, hər ikisi kör olsa bərabər. Amma müxtəlif adlı olsa, bəli, müxtəlif adlı olarsa, cəmi 180 dərəcəyə bərabər. Bərabərdir. İndi görək nə zaman cəmi 180. Belə şəkillərdə nədir? Bərabər. Ya hər ikisi bir, bəli. Bax, tutaq ki, bucağımızın biri budur elə. Baxın, A, O, B. A, O-ya paralel bunu çəkdik, düzdür. O1, A1. O-B-yə paraleli sağ tərəfə yox, sol tərəfə də çəkə bilərik. Görsən, bucağın biri alfadır, iti bucaqdır. O biri bucaq nə oldu? Kör bucaq. Onda bu cür halan halda nə cür olur? 180 dərəcəyə bərabər. Məsələn, bizə sual verəcək. Uyğun tərəfləri paralel olan iki bucağın nisbəti 5-in 3-ədir. Yaxud da 5-in 4-ədir. Deməli, 5-in 4-ədirsə, biri 5K-dır. Bunlar bərabər deyil, eyni adlı deyil ki. Deməli, cəmi nə olmalıdır? Onda bunları toplayıb 180-ə bərabər edib, bucaqları tapır. Yaxşı. Amma desək ki, uyğun tərəfləri paralel olan iki bucağın cəmi 150 dərəcədir. Deməli, bunlar eyni adlıymış. Onda eyni adlıdırsa bir-birinə nədir? Bərabər. Eyni qayda ilə uyğun tərəfləri perpendikulyar olan da bunun kimidir. Bax, burada uyğun tərəfləri paralel nədir? Görsən, O-A ilə O1, A1 paraleldir. O-B ilə O1, B1 paraleldir. Uyğun tərəflər paraleldir. İndi gəlin perpendikulyara bax. Qaydada oxuyasın. Baxaq, uyğun tərəfləri perpendikulyar. Bax, bu tərəfə perpendikulyar olandırsa, bir də bu tərəfə. Bucağın birinin tərəfi buna perpendikulyardırsa, o birisi də buna perpendikulyardır. Burada hansı bucaqlar yaranır? İtidir. Buradakı bucaq itidir. İti bucaqlardırsa, bir-birinə nədir? Bərabər. Bu da onun kimidir. Eyni adlıdırsa, bərabərdir. Müxtəlif adlıdırsa, cəmi. Müxtəlif adlı nətər olacaq? Tutaq ki, bucağımız budur. Buna perpendikulyar. Buna perpendikulyar. Nöqtəni buradan götürürəm. Bir düzxət buradan buna perpendikulyar. Bir düzxət də buradan buna perpendikulyar. İndi görsək, bucağın biri itidir. Amma biri nədir? Kördür. Alfa plus beta nə oldu? 180.
Burada alfa bərabər nədir? Buradakı da alfadır. Laf bura beta olarsa, alfa bərabər nə deyirik? Beta. Burada bucaqlarımız ya. Yəni, onsuz da alfa bərabər beta eləmiş. İşte alfa da həmənki bucaq. Yaxşı? Sonra nəyi bilməliyik? Nəyi bilməliyik? Bax, əgər uşaqlar 2 dənə paralel düz xətdirsə və bunun daxilində hər hansı bucaqlar var. Baxın, burada sağ tərəfə baxan bucaqlar alfa, beta, gamma. Bəli, alfa, beta, gamma. Sol tərəfə baxan x ilə y olsun. X ilə y olsun. Sağ tərəfə baxan bucaqların cəmi, sol tərəfə baxan bucaqların cəminə bərabər. Sağ tərəfə hansılar baxır? Alfa plus, beta plus, gamma bərabərdir. Sola hansılar baxır? Ola bilər ki, bucaq sayı çox olmaz. Az verər. Məsələn, bax, belə, bir də belə verir. Eləmi? Sağ tərəfə baxan hansılardır? Alfa, beta. Sola baxan nədir? X. Görürsən, sağa baxanlar alfa, beta, sola baxan x. X bərabərdir. Alfa plus beta. Ola bilər bucağımızı belə verək. Bax. Belə, belə, bir də belə. Yenə alfa, beta. Orta nədir? X. X nəyə bərabərdir? Alfa plus beta. Yaxşımı? Durarda məsələlərdə qarşımıza çıxar. Sonra ola bilər ki, uşaqlar, bax, qarşımıza belə bir bucaq çıxar. Yadınızda saxlayın ki, burada yaranan alfa, beta, bu da gamma. Bu üçünün cəmi 360 dərəcə. Bəli. 360 dərəcəyə bərabər. Ola bilər ki, belə bir düsturumuz olsun. Sakit ol. Uşaqlar, bunların çıxarılışlarını yazmıram da artıq. Baxın, bax, düz xətlərin uzantısını çəksəm, bura alfadır, bura betadırsa, bura x-dirsə, mən bunun uzantısını çəksəm burada. Betadırsa ona uyğun yuxarı da beta olur, düzdür? Biz də üçbucaqdan demişik ki, üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxil bucağın cəminə bər. Onu da buradan alır ki, x bərabərdir. Alfa plus beta. Yəni, oradakı x-imiz alfa ilə betanın cəminə bərabər. Sonra qarşımıza çıxacaq belə məsələlər. İndi gəlin buranı silək. Buradan baxaq bir dənə. Bir dənə belə bucaq çəkirəm. Biraz bu hərfinə oxşuyur, biraz kök altına oxşuyur. Baxaq. Başlayalım, buradakı olsun alfa, buradakı olsun bucaq beta, buradakı bucaq olsun x. Yadınızda saxlayın. Alfa və betanın cəmindən 180 çıxsaq, x alarıq. Yəni, x bərabərdir. Alfa plus beta çıxaq 180. Bax, bu hardan alına bilər? Buradan bunun paralelini çəkirik. Yuxarı alfadırsa, burada alfa, düzdür? Uşaqlar, bura x isə, bunun xarici bucağı nə olar? Üçünün cəmi neçə olmalıdır? Bucağın xarici bucaqlarının cəmi neçədir? Bax, həmən bunları toplasaq, bu bərabəriyi alarıq. Onu da yazmağa ehtiyac görmürəm. Oldu mu? Bucağın bucaqlarının cəmi 360 dərəcə. Sonra belə bir bucaq qarşımıza çıxarsam, dedik bunu biz. Bunu dedik, eləmi? Baxın, belə bir sual qarşınıza çıxsa,
Bura 30 dərəcədirsə, bunun qarşısındakı bucaqda 30 olur. Bax, buradakı bucaqda 30 olurmu? Bura alfadırsa, buradakı da alfa olurmu qarşısı? Sizə qayda dediyi, sağ tərəfə baxanların cəmi, deməli 30-un üstünə alfa gəlsək, 80-i verərsə, bərabər 80 dərəcədirsə, alfa neçə dərəcədir? 50 dərəcəyə bərabər. Oradan alfanı soruşsa, alfa. Sonra bunları izah verdi. Xarici bir tərəfli bucaqlar bir-birinə nədir? Xarici bir tərəfli. Xaricdə olsun, bir tərəfli olsun. Ümumiyyətcə bir tərəfli bucaqların cəmi 180. Qonşu bucaqların cəmi 180 dərəcə. Tutardı? Şu elə çətin dərs deyil.